Salam yoldaşlar, ətraflı yazılı cavab təbliğatına tapşırılaraq baxmağa davam edirik. Növbəti tapşırığımız bərk cisimlər və mayyələrin xassələri bölməsinin suallarıdır. Başlayaq. 1. Ən kəsin sahəsi 5 mm kvadrat olan polad məftildən kütləsi ən azı nə qədər olan yük astıqda o qırılar. Möhkəm heyətinin qiyməti var, J-nin qiyməti var. Burada düsturumuz sigma bərabər F bölsün F üstün mexaniki gərginlik düsturu və F-in yerinə nə yaza bilərəm? Mg yaza bilərəm, olacaq Mg bölünsün S və buradan kütləni tapanda M bərabər olur düsturumuz sigma S bölünsün J. Yəni F bölünsün J, yəni sigma S bölünsün J. İndi qiymətlərinə qoysaq, M bərabər sigmanın qiyməti, möhkəmiyyətin qiyməti 5 olsun, 10 üstü 8-dir. Sahanın qiyməti 5 millimetr kvadrat. Millimetr 10 üstü mənfi 3-dür və kvadratı qaldıranda olur 10 üstü mənfi 6. Bölürəm J-yə 10-a. 5, 5, 25, 25'i bölürəm 10'a 2 onda 5. 10 üstü 8'i de 10 üstü mənfi 6'ya vuranda edir 10 üstü 2. 2 tam onda 5'i de 10 üstü 2'ye vurmaq, 2 tam onda 5'i 100'e vurmaq deməkdir və 2 tam onda 5'i 100'e vuranda bizə verir nə? 250. Deməli, kütləmiz 250 kiloqrama bərabərdir. İkinci sualda bizə istilik miqdarının qiymətini verib və lambdanı verib, kütlə verib. İndi əvvəlcə mən ərimə kütləsini tapım. Yəni Q bərabərdir liamdır M-də. Burada kütləni tapanda Q bölünsün liamda. Yəni qiymətləri qoysam yerinə 3,6 vur 10 üstü 5 və liamdası da xüsusi sərməstlikdə 1,8 vur 10 üstü 5. Demək kütləm oldu 2 kilo. Yəni bu kütlə ərimə kütləsidir də. Yəni 2 kilosu əriyir. Mən sərf olunan kütlə 2 kilodur. Yaxşı, ümumi 4 kilo varsa, 2 kilosu əriyirsə, nə qədər əridir? Yarısı, yəni onda bir hissəsi ərimiş oldu. Əriyən kütləni bölürəm ümumi kütləyə. 2 kilosu əriyibsə, ümumi kütlədə 4-sə, deməli onda 5, yəni yarısı ərimiş oldu. 3. Şaquli yuxarı istiqamətə yönəlmiş 2 metr bölü saniyə kvadrat hərcində hərəkət edən liftin kabinasında ısladan mayeli kapillər boru şaquli vəziyyətdə lift dayanarkən boruda mayenin qalxma hündürlüyü necə dəyişər? Qalxma hündürlüyünün üstü H bərabər 2 sigma bölünsün rho J. Yuxarı gedirsə olacaq rho J plus A vurulsun lərə. Və qiymətlərinə qoysaq 2 sigma bölünsün rho J 10-dur, təcili 2-dir. Vururam R-ə. Bu bizə verir 2 sigma bölünsün 12 rho R-ə. Bunu yazdım. Bu birinci halımız. Sonra deyir ki, lift dayanarkən boruda mayenin qalxma hündürlüyü. Lift dayananda isə artıq olacaq 2 sigma bölünsün rho J R. Plus minus yazmırıq. Rho J R. Onda 2 sigma bölünsün J neçə idi? 10 idi. 10 rho R. Əvvəlcə 12-yə bölündü, indi 10-a bölündü. Qiymət necə dəyişdi? Qiymət 12-dən 10-a düşübsə, belə yaza bilərik ki, H1 hissəsi 12-də 1-dir. H2 hissəsi isə 10-da 1-dir. Digərləri onsuz bir-birinə ixtisar gedir. H1 12-yə bölünür, H2 10-a bölünür. Onda H2 böl H1 yazanda olacaq 10-da 1 bölünsün 2-də 1. 12 böl 10 deməli qiymət bölündə 2 dəfə artmış olacaq. Əvvəlcə şaquli yuxarı istiqamətdə yönəlibsə 2 sigma bölünsün rho J plus A vurulsun R-nə tapırıq ki 2 sigma bölünür 12 rho R-ə. İkinci halda isə dayanarkən lift olacaq elə 2 sigma bölünsün rho J R. J-nin yerinə 10 qoysaq olacaq 2 sigma bölünsün 10 rho R. Hər birində 2 sigma böl R var, rho R var. Fərqlənən nə oldu? H1 12-yə bölündü, H2 10-a bölündü. Və H2-ni də H1-ə böləndə 10-da 1-i bölürəm 12-də 1-ə. Qiymət olur 12 bölü 10, yəni 1/12. Deməli, H2 H1-dən 1/2 dəfə çoxdursa, deməli, hündürlüyün qiyməti 1/2 dəfə artmış olub. 4. Ərimə temperaturunda götürülmüş kristal maddənin tam əriməsi üçün sərf olunan istilik miqdarının bu maddənin kütləsindən asılı qrafiki verilmişdir. Xüsusi sərməstliyini tapın deyir. Q bərabər liam dem düsturudur yenə. Və qiymətləri yerinə qoyanda bərabər liam dem, buradan liamdan tapanında Q bölünsün demdir. Qiymətlərinə qoyanda Q-su, yəni 100 kJ-dur. 100 vurulsun 10 üstü 3. Kütləsi də 100 kJ düşən kütlə 4 kilodur. 4-ə bölürəm. 100 bölünür 4-ə 25. 25 vur 10 üstü 3, yəni 25 kJ bölünsün kiloqram. Cavabımız olacaq 25 kJ bölünsün kiloqram.
5. Müxtəlif maddələrdən eyni ölçülü silindrik şəkildə nümunələr hazırlanmışdır. Hansı maddədən hazırlanan nümunənin sərtliyi daha böyükdür? Sərtlik nəyə bərabərdir? K bərabərdir SY bölünsün L0-a. Burada yük modulunun qiyməti, yəni Y-nin qiyməti harda böyükdürsə, sərtliyin də qiyməti orada böyük olacaq. Düz asılı olduğu görünür. Və yük modulu hansında böyükdür? Poladda. Poladın qiyməti 210-dur. Deməli, Poladda sərtin qiyməti daha böyük olmuş olacaq. 5-də cavabımız olacaq Polad. Sonra növbəti sualımız 6-ya. Diametrləri eyni olan alüminyum məhdudlardan yüklər asılmışdır. Bu zaman ikinci məhdudun nisbi uzanması %6, birinci məhdudun nisbi uzanmasının hesabı edilir. Diametrlər eynidirsə, avtomatik sahələr də eynidir. Diametrlər bərabərdirsə, sahələr də bərabərdir. Bu zaman eyni amil məhdud isə yük modulları da bərabərdir. Epsilon üstü nədir? Epsilon bərabərdir F bölünsün S'yə. Burada sahələr bərabərdir, yük modulları bərabərdir. Deməli, epsilon F-lə tənasibdir və F-in yerinə nə yaza bilərəm? M. Görürəm ki, onda nisbi uzanma kütlədən necə asılıdır? Düz asılı oldu. Və birincinin kütləsi M, ikincinin kütləsi 2M-dirsə, ikincinin nisbi uzanması %6-dırsa, birincinin nisbi uzanması olur. Kütləsi 2 dəfə az olduğu üçün %6 bölünsün 2, yəni %3. Deməli, başdan uzunluğa baxmağa ehtiyac yoxdur. Kütlələrə görə baxdım. Birincinin kütləsi ikinciden 2 dəfə az olduğu üçün nisbi uzanması da 2 dəfə az olacaq. İkincinin nisbi uzanması %6-dırsa, birincinin nisbi uzanması olacaq %3. 7. Kapillər borunun radiusu 2 mm az olan eyni materialdan hazırlanmış kapillər boru ilə əvəz etdikdə verilmiş mayen boruda qalxma hündürlüyü 3 dəfə artmışdır. Kapillər borunun ilkin radiusunu hesablayın deyir. Deməli, radius 2 mm azdır. R2 bərabərdir. R1 çıxılsın 2. Sonra qalxma hündürlüyü deyir 3 dəfə artdı. H2 bərabərdir 3H1. Və H nəyə bərabərdir? 2 sigma bölünsün rho J R. H R-dən tərs asılıdır. Yəni, qalxma hündürlüyü 3 dəfə artıbsa, deməli, hündürlüyü 3 dəfə artanda radius 3 dəfə azalır. Onda yaza bilərəm ki, R2 bərabərdir R1 bölünsün 3-ə. R2 həmçinin R1 çıxılsın 2 idi. R2-ləri bərabərləşdirsək, olacaq R1 bölü 3 bərabərdir R1 çıxılsın 2. 3-də 1 R1-dən çıxsam 1 R1-i qalır. 3-də 2-si. 3-də 2 R1 bərabərdir 2. R1 nəyə bərabər olur? 2 bölünsün 3-də 2. Tərs çevirəndə olur 2 vurulsun 2-də 3. 2-lər xısa gedir, qalır 3. Deməli, radiusu əvvəlki halda 3 mm-dir. Keçək növbəti səhifəmizə. 8. Qalayın xüsusi sərməstliyi hesabını deyir. Əvvəlcə burada ərimə hissəsinə baxacağam. Sabit temperaturda əriyir, yəni ərimə hissəsi buradır və bura sərf olunan istilik miqdarını bilsəm. Deməli, əvvəlcə yazıram. Burada 2 dənə proses baş verib. Həm qızma, yəni bərk cisim qızıb CM delta T, həmçinin bu hissədə ərimə. Qızma bu hissədir. Bu hissədə də ərimə baş verir. CM delta T qızma, əriməyə də lambda M yazıram. Bu nəyə bərabərdir ümumi? İstilik miqdarına, yəni 820-yə. Qiymətlərinə qoysaq, xüsusi tutum 230, kütlə 10 kilo, delta T'si temperatur dəyişməsi 132-dən 232-yə qalxıb, yəni 100-dür. Plus lambdanı bilmirəm, onu istir məndən, kütləsi də 10. Bərabərdir nəyə? 820 kilocal, yəni 820. Cavabı da kilocalla ala bilərik. Ona görə də elə çevirməyə ehtiyac yoxdur. Deməli, ya da elə yazaq, 10 üstü 3 yazaq. İndi, bu bizə verir 230 vur 10 üstü 3 kimi yazım, 10 üstü 3 plus 10 lambda bərabərdir 820 vur 10 üstü 3. 10 lambda bərabərdir 820 vur 10 üstü 3-dən çıxıram 230 vur 10 üstü 3-ü. Bunu belə yaza bilərəm də 820 çıx 230 vur 10 üstü 3.
Onun yanında bərabər 820-dən 230 çıxanda qalır 490, 590. 820-dən 230 çıxanda 590. 590 vur 10 üstü 3. 590 da ona böləndə eləyir nə? 59. 59 vur 10 üstü 3. Yəni 59 vur 10 üstü 3 kimdə də yaza bilər? Ya da elə kilojol çevirsə 59 vur 59 kilojol bölünsün kiloqram. Belə də saxlaya bilərsiniz 59 vur 10 üstü 3 kimi ya da kilojola çevirmək lazım olsa 10 üstü 3 elə kilo deməkdir. Kilojol bölünsün kiloqram. 8-də cavabımız olacaq 59 min. Jol bölünsün kiloqram. Keçən növbət sualımızda 9-a 9 eyni sual tipidir. Və verilib bizə xüsusi tutumu neysə. Hə, burada artıq xüsusi tutumu tap deyir. Yenə eyni şey baş verir. Əvvəlcə qızır, sonra əriyir və hamısı istiri miqdarı 1050-yə bərabərdir. Qiymətlərinə qoysaq, C-sini istir bizdən kütlə 10, delta T-si 232-dən 32-nin saatdən 200, yamdası 59 kilo olduğu üçün 10 üstü 3, kütləsi 10, istiri miqdarı da 1050 kilo olduğu üçün 10 üstü 3. Bu bizə verir 2000, yəni 2 vur 10 üstü 3 C yaza, plus bu bizə verir 590 vur 10 üstü 3. Bu da bizə verir 1050 vur 10 üstü 3. Hər tərəfdə 10 üstləri aparaq, ixtisar geçsin. Qalacaq 2C plus 590 bərabər 1050. 2C bərabər 1050-dən 590-a çıxanda 10, 410, 460. C də bərabər olacaq 460 bölünsün 2. Yəni 230 sol bölünsün kiloqram vurulsun 2. 11. Tərəfi 5 sm olan kvadrat şəkilli lövhə sabun məhlulun səthinə toxunur. Lövhənin məhlulun səthinə tətbiq olunan qüvvəni hesab edilir. Deməli, kvadrat şəkilli lövhə bir sabundursa və tutaq ki, belə bir sabun lövhəmiz var və bunu müəyyən bir səthdən qaldırmaq lazımdır. Bu zaman bunu yuxarı doğru qaldırmaq üçün tətbiq olunan qüvvə aşağı doğru buna həm ağırlıq qüvvəsi tətbiq olunur, həm də səthi gəlmə qüvvəsi. Yəni, mayenin daxilinə olan səthi gəlmə qüvvəsi təsir göstərir. Yəni, aşağı doğru bunu mayenin daxilinə doğru, həm məhlulun daxilinə doğru, həm səthi gəlmə qüvvəsi, həm də ağırlıq qüvvəsi çəkir. Bu qüvvə, yuxarı doğru yönələn qüvvə ən azından bunların cəminə bərabər olmalıdır ki, mən bunu səthdən çıxara bilim. Bu zaman qiymətləri tapsam, F ağırlıq onsuz mg ilə tapılır. Lövhənin kütləsi 10 qramdır. Yəni 10 vurulsun 10 üstü mənfi 3. G-si də 10-dur. Bu bizə verir neçə? 100 vurulsun 10 üstü mənfi 3. Yəni 100-ü bölmək lazımdır. Yine bu o deməkdir. Bu da bizə verir 10-da 1. Deməli, ağırlıq kütləsinin qiyməti 10-da 1-dir. Sigma ilə tapsam, sigma ilə bərabərin səthi gəlmə qüvvəsi bərabərdir. Sigması, yəni səthi gəlmə əmsalı 4 vurulsun 10 üstü mənfi 2-dir. Eli isə necə tapacağım? Bu təbii ki, bunun 4 tərəfini də çıxarmaq lazımdır. Ona görə 4A yazacağam. 4 vurulsun tərəfi neçədir? 5 sm. Yəni 20 sm olur. Bunu da metrə çevirsəm olacaq 10-da 2. 4-ü də 10-da 2-yə vuranda eləyir 10-da 8. Vur 10 üstü mənfi 2. Yəni 1000-də 8. Newton. Onda qüvvə bərabərdir ağırlıq qüvvəsi 10-da 1 plus səthi gəlmə qüvvəsi 1000-də 8. Bu da bizə verir 0,1000-də 108 Newton. Həm bura ağırlıq qüvvəsi tətbiq olunmuş aşağı, həm də səthi gəlmə qüvvəsi. Ona görə də ikisinin cəminə bərabər olmalı ki, bunu çıxara bilsin. Bu qüvvə lövhəni məhlul səthindən ayıra bilsin. Hər bir qüvvəni ayıraq da tapdıq, cəmlədik. 12. Eyni materialdan hazırlanmış hansı çubuğun sərtliyi kiçikdir? Bayaqki sualı sərtliyi ən böyük soruşmuşdu. İndi sərtliyi kiçik soruşur. K bərabərdir C-yə bölünsün L0. Yəni yük modulu kiçikdirsə, sərtlik də kiçikdir. Yük modulunun ən kiçik olduğunu gümüş olduğu üçün sərtlik də burada daha kiçik, yəni ən kiçik olmuş olacaq gümüşdə. 13. Alüminium, kuprum və plumb maddələrini 500 Selsidən 1500 Selsi temperaturaya qədər qızdırsaq,
Hansı maddə bərk haldan maye hala keçər? Bərkdən maye keçid nə ərimə adlanır və ərimə temperaturları burada qeyd olunub. 500 Selsidən 1500 Selsi intervalında olan maddələri götürəcəyik və bunun intervalında olanlar alüminiumdur, kuprumdur. Yəni həm alüminium, həm kuprumda keçirmək olar bərk maddədən maye halına. Amma plumbumda bu intervala daxil olmadığı üçün plumbumda olmaz. 500 Selsidən 1500 Selsi arasında olan temperaturları götürürük. 14. Kütləsi 4 kilo olan quruluşun temperaturunun istiliyin verilmə müddətinə hansı qrafika verilmişdir? 25 dəqiqə müddətində quruluşun aldığı istilik miqdarının hesabını deyir. Əvvəlcə yenə Bakı saatlarına oxşardı. Qızırsa CM delta T istilik miqdarını tabanda birincini. CC xüsusi tutumu 140-dır, kütləsi 4-dür, temperatur dəyişməsi 300-dür. Bu bizə neçə verir? Deməli, bu bizə verir 168 min, yəni 168 min, bunu da kilocal çevirəndə 168 kilocal. Bu qızmaya sərf olunub. Sonra ərimə hissəsi tapıram lambda m-dən. Yəni lambdası xüsusi sərməstiri 25 kilocal, 25-i vururam kütləyə, yəni 4-ə, 25-də vuranda 4-ə edir 130 və kilocal olur. Çünki xüsusi sərməstiri kilocal ilə ifadə olunub. Deməli, ərimə istəyində 100 kilocoldur. Onda ümumi tapırıq Q1 plus Q2 168-i qızmağa, 100-ü də nə sərf olunub əriməyə olacaq 268. Deməli, ümumi 268 kilojol istilik miqdarı sərf olunub. Sonra keçək növbəti sualımıza. 15-də isə bu su sisteminin aldığı istilik miqdarını deyir hesabın 30 dəqiqə müddətində və kütləsi 10-dakıdır. Deməli, yoldaşlar, əvvəlcə mənfi 20-dən 0-a qalxanda temperatur buz qızır. Yəni Q buz bərabərdir C buz M delta T. Buzun xüsusi tutumu 2 kilojoldur. Onu yekunda qeyd edirik. Kütləsi 10-dakı. Delta T'si də mənfi 20-dən 20-yə. 0-a, yəni 20. Bu da bizə 8 və kilojolla ifadə olundu. Çünki xüsusi tutumu kilojol bölünsün kiloqram vur kelvindir. Deməli, buzun istilik tutumu, daha doğrusu buza sərf olunan istilik miqdarı, buzun qızması sərf olunan istilik miqdarı 8 kilojoldur. Sonra nə oldu bu? Buz qızdı, sonra nə oldu? Əridi. Yəni, bu hissədə artıq əriyir. Onda ərimə sərf olunan istilik miqdarını tapanda Q bərabərdir lambda M. Lambdası, yəni xüsusi sərməstiliyi 350-dir. Yəni kilojolu axırda qeyd edəcəm. Kütləsi də yəni 10-da 2. Bu bizə verir neçə? 70 kilojol. Bu əriməyə. Sonra nə oldu? Buz suya çevrildi və artıq burada su qızır. Yəni Q su bərabərdir C su M delta T suyun qızmasına sərf olunan istilik miqdarını tapsaq, suyun xüsusi tutumu 4, yəni yekunda kilojolu nəzərə alacağım. Kütləsi 10-da 2, delta T'si də 0-dan 50-yə qalxıb 50. Bu da bizə neçə verəcək? 40 kilojol. Deməli, ümumi nə qədər istilik miqdarı sərf olunub 30 dəqiqə müddətində? Buz qızdı 8 kilojol sərf olundu. Buz əridi 70 kilojol sərf olundu. Su qızdı 40 kilojol sərf olundu. Yəni ümumi 118 kilojol istilik miqdarı sərf olunmuş oldu. 16. Kütləsi 10-dakı kilo olan suyun temperaturun istiliyinin ayrılma müddətinə hansı qrafik verilmişdir? 30 dəqiqə müddətində su buz sistemindən ayrılan istilik miqdarını hesablayın. Əvvəlcə burada görürəm ki, 50-dən 0-a düşəndə nə baş verib? Su nə oldu? Soyudu. Yəni C su M delta T'dən ayrılan istilik miqdarını tapırıq. Suyun xüsusi tutumu 4-dür. Kütləsi 10-da 2, delta T'si də 50-dən 0-a düşüb, yəni 50. Bu bizə neçə verir? 40 kilojol. Deməli, suyun soyunmasına 40 kilojol istilik miqdarı ayrılır. Sonra su donur. Lambda M-dən tapırıq, bunun əks prosesidir. Lambdası 350, kütləsi də nə qədərdir? 10-da 2. Bu da bizə verir
70 və yenə yekunda kiloculu sərf yazıram 70 kilocal. Çünki buzun xüsusiləri məsələ kiloculla ifadə olunur. Kilocul bölü kiloqramda. Ona görə də yekunda kilocul yazdım. Sonra nə oldu? Buza çevrildi və buz soyur. C buz M delta T. Buzun xüsusi tutumu 2-dir və M-i 10-da 2, delta T-si də 0-dan 20-yə düşüb, yəni 20. Bu da bizə neçə verəcək? 10-da 4 bölümü 8 kilocul. Da toplayanda 40 plus 70 plus 8, yəni 118 kilocul isti miqdarı ayrılır. Əvvəlcə ərəmə prosesində 118 kilocul isti miqdarı alırdı. İndi isə donma prosesində, yəni bərkimə prosesində 118 kilocul isti miqdarı ayrılır. Əks proseslərdə qiymətlər eynidir. Sadəcə birində isti miqdarı alınır, digərində isti miqdarı ayrılır. İzah bu qədər yoldaşlar. Növbəti izahda görüşərək də özünüzdən müğayət olun.